Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-də onun çağıdır. Onun çağının bu dəfəki qonağı filosof yazıçımız Əlisə Nicatdır. Əlisə Nicatla bir sıra mətləblərdən, məsələlərdən danışmışıq. Söhbəti çox uzatmadan sözü verirəm Əlisə Nicata. Əlisə müəllim, xoş gördük sizi. Çox sağ olun, varım. Əlisə müəllim, Azərbaycan tarixində bir sıra şəxsiyyətlər var ki, onları bir çoxları dahi, öndər, lider hesab eləyir, tariximizin əsas parçası kimi və bir çoxları da müəyyən addımlarına görə, öz dövrlərində atdığı addımlara görə qınayırlar. Məsələn, onlardan biri də elə Şah İsmayıl Xətai. Sizə görə Şah İsmayıl Xətai doğrudanmı Azərbaycan tarixi üçün əvəzsiz şəxsiyyətdir? Bəli, çox sağ olun. Vallahi bu suallara görə çox sağ olun. Çünki son vaxt internetdə bir qırğın qiyamət başlayıb ki, Şah İsmayıl haqqında yerindən duran başlayır məlum olan faktları sadalamağa, özündən oradan buradan hardan gözünə dəydiyi fikirləri çıxartmağa, üzə çıxartmağa, Şah İsmayıl haqqında hər nə gəldi deməyə başlayıblar. Doğru deyə yüzlərlə. Buna görə təəccüb edirəm. O vaxt məcburəm bunu deyim ki, mən Qızılbaşlar romanı yazmağa başlayanda bu roman artıq Azərbaycanda 6-7 dəfə çap olunub. 7 dəfə. 7 dəfə çap olunub. Görürsünüz də bunları. Bəli. 7 dəfə nəşr olunub. Bu da çox az adama müəssər olub. Bu roman. Mən o vaxt yazanda tamamilə cavan idim və birdən-birə qəfildən 20-22 yaşım vardı. Qəfildən hardasa oxudum ki, Moskvada çıxan bir yazıda oxudum ki, bəs belə bir böyük şəxsiyyət olub, onunla Səfəvilər də böyük bir dövlət yaradıb. Sonra o dövlət imperiya olub. Mən gördüm bu Şah İsmayıl'dı və orada da yazılmışdı ki, Azərbaycanski Turok. Yəni Azərbaycan türküdür bu. Bəli. Ondan həvəslənib və sonra materialları yığdım, topladım. İndi bütün mənbələri gedib oxudum. O qədər oxudum ki, onun haqqında yazılan xarici dildən tərcümə elətdirib hətta tərcümə elətdirib pulla oxudum bütün mənbələri, Rövzət-i Səfəvva, nə bilim, bunların adları var hamısı. Cahanşah Həqiqi Divan, nə bilim, burada var, adları var burada, bəzilərinin. Yəni o ilkin mənbələri hamı gedib bir-bir onları oxudum. Və ondan sonra o qədər yazı yazdım ki, Rövzətül Səfəviyyə, Şah İsmayıl'ın haqqında, onun nəsli, müharibələri, döyüşü haqqında yazılmış ən məşhur öz dövrünün əsəridir. Rövzətül Səfəviyyə. Bunun kimi əlyazmaları oxudum. Oktay Əfəndiyev vardı, tarixçi, Allah rəhmət eləsin. Yaxşı kişiydi. Mənə o əlyazmaları verdi. Məni Tarix İnstitutunun əlyazmalar fonduna buraxdı. Və orada olan çoxlu əlyazmaları köçürtdüm. O qədər əlyazmaları köçürtmüşdü ki, barmağım yeyilmişdi. Görən təəccüb edirdi ki, Əlisə o barmağın nə olub belə? Yəni o qədər köçürtmüşdüm faktları. Və bundan sonra Qızılbaşlar romanı yazdım. Mən onu 3 cilt şəklində fikirləşmişdim. Amma hadisələr sonra ki bu çap olunmağa qoymadılar, mane oldular romanı, Qızılbaşlar romanı. Təkrar eləmirəm kim mane oldu, necə oldu. Mən də ruhdan düşdüm. Və nəticədə elə birinci hissə, yəni birinci kitab Şah İsmayıl'ın taxta çıxdığı günə qədər olan hissəni yazdım. Sonra da dözməyib əlavə olaraq Çaldıran döyüşünü
ayrıca təsvir edən povest kimi eləyib birləşib həman bu kitab çıxdı. Bu kitab çıxdı və Azərbaycanda dönə-dönə 6 dəfə çıxıb, eyni zamanda Türkiyədə də 3 dəfə çap olunub. Qızılbaşlar romanı Türkiyədə. Eldə çox baha qiymətə satılıb. İndi yəni ki, bir növ yaxşı bələdəm, Şah İsmail. Əşi, indi yerindən duran cavan adamlar çıxır, nələr uydururlar. Şah İsmail anasını öldürüb, əşi, Şah İsmail kimi bir böyük ləyaqətli insan da anasını öldürər ya öldürtürər mi? Elə şey ola bilərmi? Bilmirlər nədir? Sadəcə bir hərfin köçürtmə, onu tərcümədə Avropada, tərcümədə oxuya bir ananla analığı. Yəni bunu atasının çoxlu arvadları olub da, indi hamının Şah İsmail'in özünün də neçə dənə, bir dənə deyil, neçə dənə, 4-5 dənə arvadı olub. Əsas arvad olur, sonra da olur. O dövrdə də bu ənənə idi, onları qınamaq olmaz. Onları qınamaq olmaz. Mən də əgər vaxtında imkanım olsaydı, o vaxtında olsaydı, sevdiyim qızlar çox idi. Birinlə yoxsa dördüylə evlənərdim. Yəni bu adətdir. Bunu bilməyiblər, deyirlər, biri yazır anasını öldürüb. O biri də başlayıblar sünnili. Ay sünnili belə gəldi, sünnili belə gəldi. Ay kişi, Şah İsmail üçün Şiə sünni bir vasitədir. Hakimiyyətə gəlmək üçün bir vasitədir. O görüb ki, Şiəli ilə yaxşı ordu toplamaq olar. Çünki Şiəlik Həzrəti Əli yolunda, İmam Hüseyin yolunda ölümə getməyə hazır olan adamlar Azərbaycanda, Türkiyədə, İranda minlərlə var. Ona görə o götürüb özünün rəğbəti olub, əlbəttə Həzrəti Əliyə rəğbəti olub. Mənim də Həzrəti Əliyə böyük rəğbətim var. Hətta onun aforizmlərini yığıb kitaba salmışam. İlk dəfə mən tərcümə eləyib Həzrəti Əlinin kəlamlarını çap elətdirmişəm. İlk dəfə. Sovet dövründə. Mənsə, bəli, çap elətdirib. Mən də o da ona pərəstiş eləyib və buna görə də yazılar sünnidir. Türkiyədə onun əleyhinədirlər, bu aydındır. Çünki Osmanlı İmperiyasının, Sultan Səlimin İranı işğal etməsinə mane olub, əngəl olub. Düz deyə Sultan Səlim gəldi Azərbaycana, Təbrizə də gəldi. 1-2 həftə də qaldı. Amma onun çadırına ox vurdular gecə. Sultan Səlimin çadırına Təbrizdə 3 dənə ox vuruldu ki, rədd ol. Rədd ol, get. Ona görə o çıxıb getdi 2 həftədən sonra. Da Azərbaycanı işğal etmədi, edə bilmədi. Azərbaycanı Türkiyə imperiyasına qata bilmədi. Getdi Misiri işğal eləməyə. Oradan qayıdandan sonra da getdi işğal elədi, qayıdandan sonra da öldü. Başında çiban çıxdı, öldü. Bu çiban çıxmağın da yolda ona bir dərviş demişdi. Demişdi, başıma bir iş gələcək. Özü soruşdu dərvişi, nə olacaq? Gedirəm Misirə, hücum edir, ordu ilə gedir, soruşdu. Nə olacaq? Dedi, qalib gələcəksən, amma özün sonra öləcəksən. Necə? Dedi, hə belə. Doğrudan da getdi, aldı, qayıtdı. Az sonra 30 neçə yaşında, o da Xətai kimi cavan yaşında, o başında çiban çıxdı, yəni öldü. Ha bu Şiəli onun üçün vasitədir. İndi yerindən duran başlayıblar. Bir nəfər də qeyd eləmir ki, bir nəfər də gör nə qədər bu xalqın adamları necə millətliyə gör bu. Bir nəfər qeyd eləmir. Azərbaycanda, şərdə birinci dəfə Əlisə Nicat Xətai haqqında roman yazıb. Bu roman dönə-dönə çap olunub. Orada onun bütün həyatını, bütün çaldıran döyüşünün bütün detalları ilə təsvir edilir. Biri qeyd eləmir, gör nə qədər yaramaz adamlardır, məxluqlardır. Biri qeyd eləmir ki, birinci dəfə, ilk dəfə Xətaini ədəbiyyata gətirən Əlisə Nicat olur. Heç kim demir bunu.
Hə, indi düşər gəliblər, indi əlbəttə onların boş şeydir. Şah İsmail Azərbaycan tarixinin qızıl hərflərlə yazılan ən böyük övladı, ən böyük. Əşi bu Azərbaycan dilində divan yazıb, Azərbaycan dilində yüzlərlə qəzəl yazıb, deyir nə bilim fars olub, əsli farsdır, nə bilim biri deyir əsli nədir, biri deyir nədir, ərəbdir, ağızlarına gələni yazırlar. Hə. Ona görə belə şeylər külək kimi gəlib gedəcək budur. Bir sürü adam meydana çıxıb və bir sürü nadan, cahil ədəbiyyatşünaslar özlərindən razı. Hə, ona görə belə şeylər keçib gedəcək. Və çox olsun ki, qanun nəşriyyatı 7-ci dəfə, əlbəttə 7-ci çapını buraxıb bu günlərdə Qızılbaşlar romanın 7-ci çapını çox olsunlar. Və mənə də 2 dənə bağışladı. Çox olsun. Təşəkkürlər. Siz də sağ olun. Var olun ki, belə bir əsərlər yaratmısınız. Minnətdaram sizə. Buyurun, sağ olun. Belə hörmətli tamaşaçılar, dahi yazıçımız filosof Əli Səncadla daha bir verilişin sonuna gəldik. Bizi izləməyi, kanalımıza abunə olmağı, verilişimizi bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.